Salam, axşamınız xeyir olsun. Bugün Lav Akademinin növbəti vebinarı ilə qarşınızdayıq. Təlimçimiz rəqəmsal marketinq üzrə ekspert Fuad Əlzadə. Mövzumuz isə rəqəmsal marketinqdə süni intellektin istifadəsidir. Sizdən xahişim odur ki, təlim müddətində səsləri bağlı saxlayaq, təlimçimizə maneçilik törətməyək. Nə sualınız olarsa da chat bölməsində yaza bilərsiniz. Buradasınız Fuad bəy. Salam, salam, axşamınız xeyir olsun. Səsim gəlir? Bəli. Okey, bir dəqiqə videonu da həll edeyim. Tamam. Okey, mən görürsüz? Bəli. Süper. Tamam, buyurun eşidirəm, siz davam edə bilərsiniz. Mən açılış etdim, sözü verirəm sizə. Bundan sonra sizdeydi. Okey, səsim dəqiq yaxşı gəlir də, heç bir problem yoxdur. Bəli, heç bir problem yoxdur. Süper, süper, axşamınız xeyir bir daha. Təşəkkürlər Hər vaxt. təşkilatçılıq üçün. Okey, bizə nə qədər? 17 nəfəri, süper. Mənim sizdən bir xahişim olacaq. Mən təqdimatı göstərəndə, bugün biz süni intellektdən danışacağıq. Bu rəqəmsal marketinqdə implementasiya, veb-sayt, yazışmalar, reklamlar və s. müəyyən nümunələr göstərəcəm bunlarla bağlı. Özümün də tətbiq etdiyim və yaratdığım, ümumiyyətlə araşdırdığım maraqlı bir neçə nümunələr yığmışam sizin üçün. Bunların müzakirəsini aparacağıq, amma xahişim odur ki, chat bölməsinə də yaza bilərsiniz. Amma mən danışdıqca məni dayandırmaqdan çəkinməyin. Sualınız varsa yerindəcə verin. Heç bir problem yoxdur. Elə hər şeyi biz yerində müzakirə etsək yaxşı olar. Məni narahat etməyəcəksiniz. Ona görə sualınız varsa mikrofonu açın, soruşun, müzakirə edək, sonra da davam edək. Okey. Yavaş-yavaş başlaya bilərik. Bir dəqiqə. Mən ekranı share edeyim. Tamam. Koyayım. Okey. Mənim ekranım görünür. Yəqin ki. İndi görürsünüz də ekranı, elə mi? Bəli, Bir dəqiqə, bəs indi? bəli görünür. Super, super. Okey. Gəlin başlayaq. Müzakirə edək, görək nələr var, nələr yox. Yüngülvari bir dənə belə misal götürəndə, yavaş-yavaş reallığı əks etdirir. Yəni, yüngül bir sorğu aparıblar ki, bəs adətən hansı AI alətlərdən istifadə edirsiniz öz gündəlik həyatınızda və yaxud işlərdə nələrsə həll etmək üçün və s. Yəni, bunlardan 50% daha çox gələn cavablar kontentdir. Biz postlar hazırlayanda, nə bilim, sosial media üçün açıqlamalar yazanda, bloqlar paylaşanda, slaydlar hazırlayanda, hətta mən də bu slaydın bir neçə səhifəsini AI ilə hazırlamışam. Gamma AI deyilən bir şey var, sayt. O bu tipli slaydları bizdən yaratmaqda bizə kömək edir. Prosta bir dənə prompt yazırsınız ki, mənə nə bilim neçə səhifəlik bu mövzuda içi bunları əhatə eləsin. AI-larda ən əsas vacib olan bu şeydir. Prompt yazma bacarığıdır. Ki siz nə qədər səliqəli, detallı və geniş, ən əsas da strukturlu prompt yazsanız, yəni o mesajdan söhbət gedir, süni intellektdə olsun ChatGPT, olsun Gemini və s. fərqi yoxdur. Onlar sizə o qədər daha yaxşı cavablar verir. Yəni, tutaq ki, siz cavab versəz ki, mənə sual prompt yazsınız ki, mənə bir dənə sosial media postu çət. Atıram, bayram təbrikidir. Məsələn. Okey, yazacaq ki, nə, bayramınız mübarək, bir dənə belə gül çiçək şəkli falan. Yox, əgər siz buna yazsınız ki, bu
bayramdır hansı ki, nə bilim, atıram 1959-cu ildə Dədə Qorqudun belə elədiyinə görə yaranıb və burada filan kəsin adları gedir və bunu biz hər il bu şeyə görə qeyd eləyirik. İnsanlar burada belə edir, eləyir. Mənə bir dənə şey post düzəlt ki, mən insanların diqqətini cəlb edeyim və burada əsas emotional olaraq, emosional olaraq biz cəmaatı burada ə, qəlbinə burada toxuna bilərik falan. Bir dənə enterə basırsınız, tamamilə fərqli nəticələr verir. Ona görə bu sosial media postlarında və digər hər şeylərdə çalışın ki, biraz detallı, dolğun, elə bir ki, uşağa izah edirsiniz də. Nə qədər çox belə rahat, detallı və strukturlu izah eləsəniz, o qədər daha yaxşı cavablar gələcək sizə bu chatbotlardan. Bu arada mən özüm GPT-dən istifadə edirdim. Hardasa, nə bilim, bir 2 il yarım olar. Ə, Təxmini də belə bir şey olar. GPT ilə ayda da 40 manat pul verirdim də. Pulludur. Normal danışırdım, amma axır vaxtlar bəzi şeyləri eyni cavablar verir, biraz söhbəti fırladır, nəsə soruşursan, prosta cavab verməyə çalışır da. Deyirsən ki, qardaş, bəs səhv danışırsın axı, deyir, yo, üzr istəyirəm, bəs sən düz deyirsən, mən çaşmışam burada, əslində belə deyil. İnternetdə də yəqin görmüsünüz, nə qədər gülməli Instagramda postlar, zətlər var bu GPT haqqında. Artıq son bir aydır ki, Gemini-yə keçmişəm, Google-un süni intellekti Gemini-yə. O da son yenilənməsini gətirdi, Gemini 3.0. Möhtəşəm işləyir. Nano bananadan qəşəng şəkilləri düzəldir. Çox belə çox qəşəng düzəldir. Okay, promptu normal yazırsınız, çox qəşəng videolar düzəldir, şəkillər də vəbşi idealdır. Açıqlamalarda müəyyən mesajlar yazmaqda o Azərbaycanın bəzən biliyorsun dialekt sözlərdən falan istifadə edir, nöqtə, vergül və ədədləri falan çox əla qoyur. Dayandırdım artıq GPT-ni. Mən tövsiyə edirəm ki, bir yoxlayın bir kruk. Ha, okey, nə gözəl. Bu çatı da bura qoyum. Belə qalsın, yüngülvari. Bir dəqiqə. Ha, bəsdir. Şəkil üçün Google Studio AI-dan istifadə edirəm. O necədir? Google Studio AI nəyin vasitəsilə düzəltdiyinə baxır. Yəni hansı arxada hansı mexanizm işləyir? Bilmirəm. Bir baxmalıyam ki, Google AI Studio hansı mexanizmdən işləyir. Yəni məsələn, Gemini Nano Banana ilə düzəldir. O Nano Banana ilə çox yaxşı nəticələr əldə olunur. Okay. Amma AI Studioda da Nano Bananadır, bilmirəm. Olma ehtimalı çox böyükdür. Məncə Nano Banana ola bilər. Gemini ondan işləyirsə. Ha, Nano Banana okey də, yəni superdir. İkimiz də eyni yerdə düzəldirik. Əladır, yəni bu dəqiqə indi üçün son bir aydır mənə kifayət qədər qane eləyir. Hər şeyimi, bütün strukturumu. Özdə bir yaxşı şey var ki, bu arada Gemini-ın pullusu normal, yəni əgər developer deyiliksə, orada nədir? 4 dollardır deyəsən. Okay, 4.95 dollar deyək də, okey. 5 dollardır pullusu. Üstəgəl 2 terabayt Google Drive verir. Üzr istəyirəm. 2 terabayt Google Drive verir. Bir də həmin o süni intellekt Google Sheet-ə, Google o Excel-ə falan, Google Word, Documents falan, elə slides-ın özünə bir çox yerə inteqrasiya olunub. Məsələn, girirsən Excel-ə, yəni Google Sheet-ə, yazsan ki, mənim üçün belə sütun düzəlt, mən bir cədvəl düzəlt, A sütunda bu olsun, B-də bunu olsun. Mən hesablamaq istəyirəm ki, buna basanda, A-nı dolduranda ortaya 3 vurulsun, 2-nin kökaltısı çıxsın. Elə enterə basırsınız, tık 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 bir yerdən cədvəl düzəltdi. O tərəfdə də zordur, yəni mən polnu istifadə edirəm. Çox işimə yarayır. Tövsiyə edirəm ki, mütləq yoxlayın. GPT-dən biraz aralanmaq lazımdır, belə görürəm. Həm də Google-dur da, yəni GPT belə datanı Google-dan götürür. Google böyükdür. Bir yoxlayın. Okey. Sonra nə veriblər? Bir neçə faiz insan deyib ki, mən search engine optimization-da, kontentlərin optimizasiyasında istifadə edirəm. Yəni, ta ki, bloqlar yazıramsa, daha çox səliqələşdirirəm, nə bilim, abzaslarımı dəyişirəm, nöqtə vergülə fikir verirəm, biraz improvizasiyalar eləyirəm. Araşdırma üçün istifadə edən var, brainstorming üçün, insight üçün əladır. Sizə bu slaydın sonuna doğru müəyyən şeylər danışacağam bu analizlə bağlı. Tutaq ki, raw bir dənə datanız var. Yəni toplu bir datanız var, deyək daha dəqiq.
oradan nəsə çıxartmaq istəyirsiniz. Müxtəlif chartlardır, rəqəmlərdir. Burada bir dənə bir şey yazılıb, burada bir dənə bir şey yazılıb. Özünüz başa düşə bilərsiniz bu heç. Amma biraz uzun çəkəcək. Okey, mən onu bir dənə screen edirəm, atıram GPT-yə, hər nəsə. Deyirəm ki, burada nə başa düşürsən? Bir dənə bu cədvəli mənə izah elə. Mənə lazımdır ki, atıram, satıcıların günlük gəlirlərini hesablayım, üstəlik onların bonuslarını verim və günün sonunda da hərəsinə bir 10 manat verim, resepsiona da nə bilim 50 manat verim, söhbəti bağlayım, ayın sonunda da bunların hamısına 5% vergi çıxım. Səncə bu cədvələ əsasən nə olacaq? Tuk bir bir şey çıxardır. İşimiz çox asanlaşıb, sözün açığı. Buradan düzdür bir çox hipotezlər də çıxır ki, ki, indiki dövrdə hər şey avtomatlaşıb. İnsanlar düşünmür, çünki indiki dövrdə filosoflar azdır. Niyə keçmişdə bu qədər filosof var idi falan, çünki onlar düşünmə bacarıqları falan. Belə baxanda hə, düz deyir. Özümüzün belə çox vaxtı boş vaxtlarımız olanda girik Instagramda belə Reelslərə, Excellərə falan, Excel deyirəm. TikTok, Reels falan, amma sosial medianı bir qədər azaltmaq lazımdır fikrimcə. Maraq üçün deyim, mən Instagramda activity time-ım gündəlik 8-10 dəqiqə arasıdır ortalama. Əgər story paylaşmıramsa, maksimum istifadə etməməyə çalışıram. İşlə bağlı hə o heç. İşdən canım öyle əyləncə üçün falan, yəni biz adamı kütləşdirir elə bir. Az istifadə etməyə çalışıram. Mən sizdən razıyam Bircənə xanım. Elədir. Mən özüm də fərqinə varıram ki, əvvəl məsəl üçün müəyyən şeyləri fərqli cür düşünürdüm. İndi çox da özümü əziyyətə vermirəm də, okey, biraz sürətli. Ay, nə yazım bura? Davay da Jimmy, mənə bir dənə bunu yaz. GPT, sən burada olsan nə deyərdin? Və yaxud da bilmirəm, filan kəsə e-mail yazmaq lazımdır. Mənə bunu yazır, bir dənə buna cavab yazdı. Əsas bunu vurğulamaq istəyirəm. Tık vurğulayır. Söz bazası da biraz azalır falan. Hə, bu qabiliyyətimi çox da itirməmək üçün sosial mediadan əməlli uzaqlaşmışam. İstifadə tərəfində, kontent tərəfində bu digər tərəflərdə varam. Hə, elədir ki, var. Ona görə çox da belə adamı kütləşdirir şey eləmir. Hər şey dozunda əladır. Okey. Sonra belə bir data araşdırmışdım və qabalıma çıxdı ki, Amazon AI tövsiyələri ilə satışların Amazonda AI tövsiyələri satışların 35%-ni təşkil edir. Düzmü deyir? Bəli, mən bunu yoxlamışam birbaşa. Üstəgəl də bütün datalar gətirib buna çıxardır. Müəyyən nümunələr göstərəcəm növbəti slaytlarda ki, e-commerce saytlarda data və süni intellekt nələrə qadirdir. Yəni çox möhtəşəmdir. Zaten bunun hər gün hamımız şey oluruq. Nədir onun adı? Şahidi oluruq. Süni intellekt qadağan bu yaxşı sualdır Fatma xanım. O gün dediyim də yəni nə bilim bir neçə ay bundan əvvəl bir post görmüşdüm. Bu süni intellektin qurucuları öndə gedənlərindən falan birindən soruşur ki, bəs qardaş, nə olacaq bunun axırda? Yəni bu dayandıraqmı falan? Bu təhlükəlidirmi? Dönüb cavab verir ki, bəs bu artıq o qədər təhlükəlidir ki, biz istəsək də onu dayandıra bilmərik. Düzmü deyir? Düz deyir yəni. Müjü gecdir bunu dayandırmaq üçün. Təhlükəlidirmi? Müəyyən dərəcədə hə, müəyyən dərəcədə yox. Baxır hansı pəncərədən baxırsınız. Ə, Hərə bir pəncərədən baxa bilər. Məsəl üçün Avropada müəyyən datalar var ki, bundan bağlı kimsə danışıb ChatGPT-dən sonra gedib intihar edib. Hə, o ölkə ChatGPT-ni nə bilim ə, qadağan edib. Ola bilərmi? Bəli, ola bilər. Niyə də yox? Adi, ya insan psixologiya ilə idarə olunan bir varlıqdır da. Psixologiya və bu psixi problemlər, yəni düşüncələr, beyin falan insanın təməlini təşkil edir. Necə ki, Skandinaviya ölkələrində günəş çox çıxmır il ərzində. Hə, baxırsan ki, orada intiharların faizi daha çoxdur. Nə bilim, İsveçdir falan. Belə baxırsan, biz baxırıq internetdə şəkillərə, nə gözəl yerlərdir, inəklər otlayır, hər yer yaşıllıq falan, belə sakitçilik, dağ, dərə, hər şey nağıl elə bir. Ya oradakı deyir ki, mən depressiyadan ölürəm, gün işığı görmürəm, gedir özünü dağdan aşağı atır. Bu çox ciddi statistikadır. Gün işığı insanlara o D vitamini, A vitamini falan zırt-pırt nəsə verir. İnsan özünü cümrah hiss edir. Pozitiv enerji falan orası burası. Orada isə cəmaət gün işığı görmür də intihar edir. Halbuki yəni onunla yaşayışı ilə başqa Hindistanda olan, yəni Afrikada yaşayan baxırca bunlar nə edirlər.
Ona görə müəyyən pəncərələr var. Uşaqlar üçün təhlükəlidirmi? Hə, müəyyən. TikTok məsəl üçün Azərbaycan kütləsi üçün çox təhlükəlidir. Girirsiniz orada cücür kontentlər falan var. Qlobala baxırsan ki, TikTok əladır. Hətta TikTokun bu dəqiqə bu süni intellekt nəticəsində işləmə mexanizmi Instagramdan mənim şəxsi fikrimə görə qat-qat daha keyfiyyətlidir. Orada məsələn nəyisə bəyənirəm, tutaq ki, futbol videosu. Okay, bəyənirəm falan, yəni komment yaz, ya save edirəm. Aşağı sürüşdürəndə ancaq futbol gəlmir də. Prosta futbolun o keyfiyyətli kontentləri gəlir, xaricdə yaranmış o keyfiyyətli videolar, o reelslər falan. Instagrama girirsən məsəl üçün o qədər də keyfiyyətli videolar gəlmir, cici videolar çıxır. Facebookun alqoritmi vəbşi iyrəncdir. Facebookda qabağıma kimsə çıxır, tutaq ki, atıram, nə bilim, Faik adında bir dənə dost şeydir, adamdır. Bəs o suggestion da gəlir də, dostluq göndər buna. Deyirəm, qardaş, istəmirəm. Mən Faiki tanımıram da, okey, delete edirəm. Aşağı sürüşdürən bir dənə çıxır Faik. Ki, bəs dostluq göndərmək istəyirsən, deyirəm, mən istəmirəm də. Biraz sürüşdürsən, axşam çıxırsan, girirsən, yenə çıxır, bəs Faikə dostluq göndər. Yəni bu şəxsiləşdirmədir, personalization deyilir də. Bu Facebookda bu dəqiqə çox iyrənc vəziyyətdədir. Çünki Facebook köhnədir falan. Onu təkmilləşdirə bilmirlər. Amma Instagram, TikTokda belə deyil. Çox keyfiyyətli işləyir. Hə, okey, location based olaraq girəndə birinci o Azərbaycanda Şirat falan çıxır. Açırsan TikTok hamı qışqırır ki, Şirat falan kimsə orada qışqırır, sabah seni polis tutur falan. Hə, onları biraz skip eləyirsiniz, not interested falan. 3-4 dənə girib xaricin videosunu bəyənirsiniz. Çox da maraqlı şeylər çıxmağa başlayır. Çünki TikTok alqoritmi çox freshdir, çox yenidir və həqiqətən də keyfiyyətlidir digər sosial medialara nisbətdə. Ona görə əladır. Amma bizim kütlə üçün biraz təhlükəlidir. Baxırsınız orada müəyyən təbliğatlar gedir, ə, savadsız danışıqlar irəli sürürlər müəyyən şeylərlə bağlı, əxlaqsızlıq müəyyən formatda rol oynayır. Yəni bu şey deyil. Düzdür, süni intellekt bunu şey eləyir. TikTok hər il report buraxır, nə bilim, Azərbaycanda 2024-cü ildə bizim o şeyləri uyğunsuz kontentləri dedekt eləyən, nə bilim, alqoritmimiz 600 min video sildi. Hələ bu biz görmədiyimiz 600 min silinən videodur. Biz indi TikToka indi girəndə açırsan live-ı, cici şeylər falan. Nə bilim, çox çətindir. Mən sizinlə razıyam. İndiki mühit ümumiyyətlə gedir də, yəni süni intellektlə gedir, artıq müəyyən peşələr ə, ləğv olur. Məsələn, qrafik dizaynerə artıq get-gedə gərək qalmayacaqdır. Nano banana ilə Fidan xanımın sözünə qüvvət. Nano banana ilə mən də düzəldirəm, başqası da düzəldir, sabah başqaları da düzəldəcək. Qrafik dizayna ehtiyac qalmayacaqmı? Qalmayacaq. Hə, biraz çətin dövrdür. Uşaqlar üçün daha da çətindir. İndi məni yaşda olan adamların uşaqlığını biz nə bilim daha atıram, söhbətdən biraz kənara çıxım, tonqal qalıyırdıq falan. İndi elə şey yoxdur, papaq atdı, yoxdur zət. Həm dövr dəyişir, amma ayaqlaşmaq lazımdır. Ju gecdir. Heç nəyin qarşısını ala bilmərik. Okey, gün işığı az olur, orada intiharlar olurmu? Böyük ehtimal ki, yəni bununla bağlı bir araşdırma eləyin, amma bu real datadır. İnsanlarla bağlı onsuz da müəyyən psixoloji testlər falan da olur, o keçmişdə aparılan testlər falan, bu hamısı bizim yaşayışımıza təsir edir. Okey, qalmışdıq. Hə, bu Amazon AI falan. Baxın burada Netflix, yəqin ki kinoya baxırsınız. Müəyyən seriallara, müəyyən platformalara. Netflix də onlardan o platformaları təşkil edən və idarə edən platformalardan biridir, kinolarla bağlı falan. Netflix-lə bağlı müəyyən nümunələr göstərəcəm növbəti slaytlarda. Bu burada qalsın. Google Meta yəni köhnə Facebook reklamlarda istifadə edirlərmi? Bəli. Bu nədir? Növbəti slaytlarda vizual olaraq da göstərəcəm. Ha, Coca-Cola maraqlıdır. Coca-Cola görmüsünüz yəqin ki, hər il qışda nə olur? Şaxta baba gəlir, Azərbaycandan danışaq da elə. Şaxta baba gəlir, nə bilim, bayram süfrəsi, plov bişirirlər, dolma gəlir, yarpaq dolması falan, ortaya bir dənə Coca-Cola qoyulur ki, bayramımız mübarək. Zət Coca-Colanın çatdırdığı fikir nədir? Bu xoşbəxtlik, ailə, biz hər zaman birlikdəyik falan. Bu xoş anlarımızda kola bizimlədir. Son vaxtlar Coca-Cola şey eləyir. Ə, görmüsüz yəqin ki internetdə, mən də nümunələr göndərərəm.
bu videoları, video dediyim də, reklamları falan artıq süni intellektlə çəkirlər. Bu dəqiqə yəqin ki, bu yaxınlarda şey də gedir. Bu Azalla bağlı, Allah rəhmət eləsin, həyatını itirənlərə, Azalın qəzasında dünən ya da bu gün idi deyəsən, video paylaşmışdılar. Bir süni intellektlə bağlı nələrsə düzəlmişdi. O təyyarə yenidən düzəlir, havalanır və s. Sonra Sibrizin postlarını izləyin. Məsəl üçün Sibrizin postları var. Süni intellektlə binalar təzədən tikilir falan, şık şık şık. Burada nələrsə dağılır, burada tikinti gedir. Xariclərdə müəyyən şeylər görürsüz. Artıq yəni bu production costları çox baha idi. Ki studiyalar qurulurdu, güclü kompüterlərlə güclü mütəxəssislər oturub saatlarla gecə-gündüz işləyirdilər. Nə bilim montajlar, zatlar, maketlər hazırlanırdı. İndi onlar yoxdur. Yəni atıram yoxdur, yəni tam düzünü deyirəm. Azərbaycanda bir şirkətlə işləyirdik. Ortalama bir reklam çəkdik. Hardasa 1 dəqiqə oldu. Reklam 1 dəqiqə oldu. Biz ona production'dan biri də production dediyim də, yəni səhnənin qurulması, aktyorlar, nə bilim kamera, montaj falan hardasa 35 min Azərbaycan manatı pul verdik. 1 dəqiqəlik video üçün. Okey, buna ssenarilər yazıldı, əziyyət çəkildi, paltar, makyaj, nə bilim bir də çək. Olmadı, bir də olmadı, bir də çəkildi, bunu düzəlt, onu sil, render etsin falan. 35 min manat pul getdi. İndi baxırsan Nano Banana, Google VO3-lə falan o şey bir neçə ay bundan əvvəl trend oldu, bəlkə görmüşsünüz. Azərbaycan dilində zətdə şey müsahibə alırdılar. Şeyin haqqında nə demək istəyirsiniz? Nə deyə bilərsiniz falan orada danışırdı falan. Şeylə Google'un VO3 süni intellektindən düzəltmişlər. Müsahibə, intervyu, süni intellekt videoları yəqin ki görmüsünüz. Hə, onlar çıxdıqca bu 35 minlərə, 45 minlərə, 100 minlərə gərək yoxdur. Yəni şirkət niyə 35 min pul verib aylarla onun nə bilim production-ı düzəltsin, dizaynlar eləsin, səhnə düzəlsin, aktyor danışsın falan. Süni intellektdə 100 manat, 100 dollar verirlər. Məsələ həll olur da, prosta biraz qəşəng prompt yazsan, biraz üstündə işləyirsən, yaxşı şeylər çıxır. Belə şeylər çox möhtəşəmdir. Eləyirmi? Superdir. VO3 dəhşətli şeylər eləyir. Hələ GPT-nin şeyi var idi. Sorası var. Treylerləri çox qəşəngdir. Maraqlı treylerlər göstərirlər ki, belə düzəldir, elə düzəldir, kölgə effekti, balina oradan belə edir falan. İşimizə yarayırmı? Bəli. Yaxşıdırmı? Polnu. Mən dəstəkləyirəm. Bu tərəfdən əladır. Okey. Və buradan da bir insight çıxartmaq olar ki, elə insight brendindən də nümunə gətirək. Demək olar ki, indi bu gördüyümüz abu hava, rəqib bunu eləyir, nə bilim, bəhmənkəs bunu eləyir. Məcburuq ki, biz onu tətbiq edək. Çünki geri qalırıq. Okay. Həm fərdi olaraq, həm də şirkət olaraq. Baxır ki, qonşusu süni intellektlə nə bilim nələrsə eləyir, mən geri qalıram, qoy mən də eləyim. Ona görə məcburuq ki, bunları tətbiq edək, araşdıraq və öyrənək. Mən də sizə də tövsiyə edirəm. Okey. Bir dənə kommentlərə baxım. Fatimə xanım, bununla bağlı müəyyən şeylər var. Məsələn, çox simple bir şey deyim. İnsan səslərinin, o görmüşsünüz süni intellektdə, insan səsləri da ki, bir dəqiqəlik kiməsə WhatsApp-da səs atın, oradakı olan o danışıq tərzinizdən, nə bilim, hərflər, orası, burası, süni intellektdə atacaqsınız, o, nə bilim, bir kitab sizin dilinizdən səs yazacaq. Güya ki, siz danışmısınız. O, Azərbaycanda da olur, şeyə, insanlara bank adından zəng edirlər, övladlar adından zəng edirlər ki, bəs mama mən qəza keçirtmişəm, ata mən qəza keçirtmişəm, nə bilim, təcili pul lazımdır, kartıma göndər falan. Hə, o da tez təkərə düşür falan, tez pul göndərir. Baxır ki, bu dələduzdur. Nə bilim, oğlunun, qızının səsini nə tərsə eləyibsə, götürüb, süni intellektlə dəyişib, atasına valideynə zəng edib ki, güya bu bunun uşağıdır. Hə, bunu bilmək olurmu? Hə, olur. Orada məsələn səs frekansı ilə buraxılır da, hertz ilə buraxılır. Daş səs dalğaları var, atıram. 64 hertz dalğa ilə nə bilim nəsə hərəkət edir. Amma bu süni intellektlə düzəldəndə 64.1 ilə olur. Bunu insan təyin edə bilmir, amma hər süni intellekt bunu buraxanda orada nə bilim 1 hertz dalğa buraxır ki, sabah bu tip dələduzlarda, nə bilim polis nəyisə axtaranda və bu
privacy and policy məsələlərində o 1 Hz-ə görə nə bilim 0.1 Hz-ə görə və yaxud nəyisə görə orada bir kodlaşdırmada falan nəsə olur. Hə, təyin eləmək olur ki, bu süni intellektdir falan. Şəkillərdə də belədir. Təyin etmək olur, amma gərək ucu o gərək olsun da ki, onu təyin etməyə. Valla mənim özümün qarşıma Instagramda videolar çıxır, dost tanışlar falan da göndərir falan. Hamı Reels-ə girir də bir gün yatanda axşam yəqin ki, mən də onlardan biriyəm. Hə bir 15-20 dəqiqəlik girirsən, baxırsan, arada elə video çıxır ki, elə bilirəm həqiqətdir. Yəni həqiqətən nə bilim orada zəlzələ olur, burada nə bilim maşın qəza uğrayır falan. Ucu şey eləmək olmur. Yəni, mən belə ayırd eləməkdə çətinlik çəkirəm. Qaldı ki, mənim valideynlərim, atam, mamam falan, onlar vəbşə belə nəsə öyrəndi ki, ha bu nədir falan. Hə, mən belə əziyyət çəkirəm valla o ayırd eləməyə ki, görürəm bu yenidir ya yox. Nə bilim, gedirik də. Yes, mən sizin dəstəkləyirəm, elədir ki, var. AI bir çox sahələr ola bilər. Bax, həkimliklə falan danışmışdınız. Hə, ə, ağlımıza gəlməyəcək sahələr ola bilər. Adi məsəl üçün bu zavodlar var idi keçmişdə, maşın istehsalı falan. İndi hamısı robotexnika olubdur. Robotlar maşın hazırlayır, insanlar sadəcə onu əvvəl 200 insan işləyirsə, indi 200 robot işləyir. Atıram 50 robot işləyir, amma 3 insan onu idarə edir. Ya, kimin ağlına gələrdimi? Yox, bu da elədir. Get-gedə bilməyəcək nə oldu. Müəyyən şeylər çox sürətli dəyişəcək. İndi ayaqlaşmaq daha çətindir. Hər şey daha sürətli gedir. Çox sürətli yaşayırıq bu dəqiqə. Hər şey çox dinamikdir. Maksimum ayaqlaşmaq lazım. Okey, elə danışığımız üzrə də davam edirik. Hardadır? Hər yerdədir. Bizim işdə, rəqəmsalda da hər yerdədir. Mətn yazanda, dizayn edəndə bayaqdan danışırıq. Videoda, mesajlaşmada, analizlərdə, reklam hədəfləmələrində, avtomatlaşdırmada hər yerdədir. Yaxşı, bəs necə istifadə edirlər deyə bir sual gəlsə, cavabı belə ola bilər ki, ə, məsəl üçün, bu KPI-dan mən istifadə edirəm, yoldaşlar, bu arada. DIM, sorry, eləyirdim. İndi Gemini falan onsuz da hamısını bir yerdə birləşdirir deyə ə, artıq bundan istifadə edirəm, amma xaric üçün falan yazanda bəzən bunlara toxunuram, çünki burada olan datalar ə, sırf yaxşı, birinci bunu deyim. Copy AI mətn yazmaq üçün olan mətn, açıqlama, description, reklam mətnləri falan o belə toxunucu başlıqlar hazırlayan bir platformadır. Adətən burada bu başlıqları yazırıq falan belə bu tipdə gedir. Copy AI da onlardan biridir və lap elə keçmişdən bəri bu işlərə baxır. Ona görə burada olan bu başlıqlar, tekstlər, datalar daha böyükdür və yaxşı nəticələr verir. AI nə vaxt yaxşı işləyir? Nə qədər çox datası olsa, AI o qədər daha yaxşı işləyəcək. Yəni ona siz nə qədər çox məlumat versəz, nə qədər çox informasiya yükləsəz, o daha çox emal edəcək və daha çox biləcək və daha yaxşı cavablar verəcək. KPI də onlardan biridir. Mən istifadə edirdim KPI-dan başlıqlar yazmaq üçün. For example, bir dənə şəkili qoymuşam. Məsələn, burada biznes name-i yazırsan, məsəl üçün mənim biznesim nədir? Okey, atıram. Mənim biznesimin adı nə olsun? Nə bilim, Qarabağ Futbol Klubu. Okey. Describe your product. Describe edirik ki, bəs mən futbol klubuyam. Biz adımızı Azərbaycanın Qarabağ bölgəsindən, nə bilim, Ağdamdan falan götürmüşük. Şəhər budur. Bizim simvolumuz Qarabağ atlarıdır. Bizim gerbimizdə də var. Nə bilim, hər zaman liqa uduruq. İndi də 2 ildə bir Çempionlar Liqasına çıxırıq. Yaxşı nəticələr əldə etməyə çalışırıq falan. Bir məlumat verirsən ki, o səni tanısın. Ondan sonra deyirsən ki, bəs mənə bir mətn ver. Bu mətnin tonu olsun. Ton dedikdə, yəni okey, atıram, mənlə dost kimi danışsın, rəsmi olsun, elə bir kimsə qalstuk taxıb oturub qabağında bir bankdır, səndən söhbət eləyir. Biraz luxury olsun, bahalı segment və yaxud nə bilim əyləncəli olsun falan. Nə üçün? Deyirsən, tutaq ki, bunun üçün enter və sizə belə müxtəlif nəticələr verir. Nə deyir? How you can create an international SEO campaign for just $100. Yəni deyir ki, necə
Qlobal bir SEO kampaniyası düzəldə bilərsən 100 dollara. Necə buna nail ola bilərsən? Aşağıda yazıb ki, qlobal SEO kampaniyası yaratmağın 5 üsulu. Biraz aşağı düşürsən ki, necə daha uğurlu qlobal international SEO kampaniyası yarada bilərsən falan. Belə bir çox nümunələr verir sizə üzü aşağı. Pulsuz versiyası da var. E, Azərbaycan üçün yox da xaric üçün işləsəz, mən tövsiyə edirəm ki, bir istifadə edin. Və bəyəndiyinizi burada belə işarələyə bilirsiniz. Okey, mən bunu bəyəndim, mənə bunu kimi daha çoxunu ver. Daha azını ver, daha çoxunu ver, daha azını ver. Və arxa fonda təbii ki, süni intellekt işləyir. Siz nə qədər çox ona yol versəz ki, yön göstərsəz ki, mən bunu bəyəndim, bunu bəyənmədim, bunu bəyəndim, bunu bəyənmədim, o hər növbəti mesajlarda sizə daha yaxşı sizin istəklərinizə uyğun cavablar verəcək. Okey. Nəsə sual olsa mütləq yazın və yaxud mikrofonu açın, mənə deyin. Tamam, bu Amazondur. Amazon bu e-commerce platformalarından biri də necə ki Trendyol, Temu, AliExpress və Amazon. Amazon da süni intellektin ilk tətbiq edənlərindəndir. Əməlli tətbiq ediblər və çox da yaxşı nəticələr əldə ediblər. Təbii ki, ən sadə indicə hamımızın ağlına gələn nədir? Recommended for you. Bundan harda istifadə edirlər? Məsələn, atıram, Trendyoldan nəsə sifariş verirsiniz. İndi deyəsən Azərbaycanda daha çox Temudur. Trendyol əvvəl çox belə güclü gəlmişdi. Hamı hər gün paltar sifariş verirdi, maaş azalırdı, kartda pul qalmırdı, amma öcə biraz indi Temuya görə kartda pul qalmır. Orada taşı nəyisə səbətə atdınız, aşağı düşürsüz yazıb ki, atıram, qırmızı bir dənə ayaqqabı atmışsınız ora, qadın ayaqqabısı məsəl üçün girdiniz, bir dənə bəyəndiniz, məndən qırmızı hündürdaban ayaqqabını bəyənirəm, puladınız səbətə, girdiniz. Səbətə girib almaq istəyəndə aşağıdan şey çıxır. Bəs eyni bu qırmızı hündürdaban ayaqqabını səbətə atan digər xanımlar adətən bunu da səbətə atıblar. Çünki nə atıb? Bir dənə baxım. Baxırsınız ki, nə bilim, başqa paltar, yubka, don, nə bilim, nə, makyaj alətləri falan, hər nəysə. Və oradan bu xoşuma gəldi, davay bunu da. Nəticədə nə olur? Orta səbət miqdarı artır Trendyol üçün. Yəni bir adamın səbət aldığı şeylərin qiyməti qalxır, qiyməti artır. Yəni səbətdə bir dənə şey yox, 3 dənə şey alırsınız, nəticədə daha çox pul xərcləmiş olursunuz və şirkət daha çox pul qazanmış olur. Əgər ki mən tutaq ki, atıram, mən kişiyəm, girdim bir dənə ayaqqabını bəyəndim, sport ayaqqabıdır. Atdım səbətə, girdim. Ki almağa gəlirəm, baxıram ki, mənə şey göstərir. Qadın ayaqqabısı göstərir ki, bəs hə sən bunu da bəyənə bilərsən. Ki atıram şey göstərir. Nə bilim makyaj aləti göstərir və yaxud da qadınlara xas olan yubka göstərir. Mən yazır ki, sən bunu da bəyənə bilərsən. Ki yazsa şirkət buradan itirəcək, nəinki qazanacaq. Bu tipli şeylərin qarşısını alanda süni intellektdir. Və daha yaxşı nəticələr əldə etməyə kömək edən süni intellektdir. Arxa fonda bunlar düzəlir, proqramlaşdırılır, qurulur. Sonra da marketinq işləri görülür ki, analiz elə. Bu qırmızı ayaqqabını alan adamlar hansı xüsusiyyətlərə malikdirlər və bundan başqa nələr alıblar? Onlara bunu önər. Kim ki səbətin ancaq qadın paltarlar atıbsa, bu başa düşür ki, bunun cinsi qadındır və nələr atıb? Adətən bu kateqoriyada gəzənlər bunları da alıblar son nə bilim 6 ildə. Çıxır bütün datalar emal olunur falan və 0.1 saniyənin içində aşağı dəyişir. Kişiyə kişi şeyləri, qadına qadın şeyləri və yaxud uşaq falan, orası, burası. Bu insan yoluna mümkün deyil təbii ki, amma bunu bu dəqiqə avtomatlaşdıran süni intellektdir. Girirsiniz tutaq ki, X bir sayta, atıram Netflix, bunu bir dənə belə eləyim. Girirsiniz bir dənə Netflixə, bu bağlanmır. Netflixə girdiniz, tutaq ki, nə bilim, nəyisə baxırsınız. Səhifəni yenilədiniz, və yaxud yanınızda sizin dostunuz da öz Netflixini girdi. Və tamamilə başqa şeylər görsənəcək orada. Sizin Netflixin ana səhifəsi başqadır, dostunuzun Netflixin ana səhifəsi tamamilə başqadır. Bunu da mikrosaniyələr içində hamısını süni intellekt formalaşdırır və gətirib bunun marketinqini eləyirlər sonra. Bunlar hamısı təbii ki, bir yerdə işləyir. Məsələn, nümunə gətirirəm. Good Will Hunting'dir.
Bu filmə baxmısınızmı bilmirəm. Ə, mən də baxmamışam bu arada. Amma bunun haqqında oxumuşdum sırf bu araşdırmanı eləyəndə. Burada danışır ki, film atıram. İki nəfər götürüblər. İki insan xasiyyəti. Ta ki, biri daha çox dramanı sevir, biri daha çox sevgini sevir, bir də nə bilim daha çox nəyisə sevir də, yəni tam əks olan şeylərdən falan biridir. E, həmin insanların hamımızın hesabı özümüzə xəstə axı. Mən axşam otururam, nə bilim, atıram. Netflixdə futbola baxıram, maşın videolarına baxıram, nə bilim, nələrsə oxuyuram. Sabahsın görəndə mənim qabağıma nə çıxacaq? Futbol maşın, futbol maşın, futbol maşın. Başqasında başqa şeydir. Və mən hansı psixoloji xüsusiyyətlərə xasamsa, algoritm onu başa düşür. Mənim kimi elə bir 5 milyon adam analiz edir və deyir ki, "Ha, buna baxan 5 milyon adam ortaq xüsusiyyətlərə malikdir. O hansı xüsusiyyətdir? Bu xüsusiyyətdir." Və orada ta ki, sənin üçün olan filmlər, yeni tövsiyələr falan deyəndə, baxın burada ikisi də eyni filmdir. Birində belə bir romantik vizual yaranıb oğlanla qız arasında. Aşağıda isə biraz da dramatik vizual yaranıb. Bu videonun cover şəklidir və bu cover şəkli insanların xasiyyətlərinə əsasən formalaşır. Ta ki, ikimiz də dostumla bir yerdə girib bu kinoya baxmaq istəsək, dostum daha çox romantiklik sevən, romantik filmlər sevən bir şəxsiyyətdirsə, bu filmin içindən müəyyən romantik fraqmentləri süni intellekt toplayır, formalaşdırır və həmin kinoya bir cover yaradır. Digər adam üçün isə hərdən dramatik şeyləri seçir, arxa fonda formalaşdırır və sürətli şəkildə bir 0,1 mikromillisaniyənin içində yeni bir cover şəkli formalaşdırır və gətirir mənim ekranıma. Nəticədə nə olur? Mən dramı sevirəm deyə mən atıram, bu aşağıdakı şəkil mənə daha maraqlı gələcək və mən bu filmə baxmaq istəyərəm. Romantika sevən də baxacaq ki, bu nəsə romantik bir şəkildə falan, nəsə belə diqqətini cəlb edib basa bilərmi? Hə, basa bilər və basma ehtimalı daha çoxdur. Ona görə böyük şirkətlər, böyük platformalar artıq süni intellektin bu tipli dəstəklərindən istifadə edirlər. Bizim də biraz işimiz asanlaşır da seçim etmə nələrimizsə. Okey. Bəli, silmək mümkündür. Şeyə girin, Fatimə xanım. Settings'e girin. Settings'in içində orada sizin datalarınız var. Oradan sonra elə böyük bir settings yoxdur. Settings yerin, orada sizin datalarınız var və ya orada var ki, mənim bütün datamı sil. Prosta silə basın, silinəcək və salam. Okey. Bu da Spotify-dır uşaqlar. Spotify musiqi platformasıdır. Yandex Music, YouTube Music, Spotify və yaxud hər hansısa music player kimi bir şeydir. Burada da Spotify da süni intellektdən istifadə edir. Marketinq işlərində, şəxsiləşdirmə, bu personalization işlərində falan. Ki mən daha çox nələrə qulaq asıramsa, onları analiz edir. Məni kimi qulaq asan insanlar başqa nələrə qulaq asırlar, onlar nəyə belə uzana gedir. Və nəticədə nə bilim bir banner formalaşır, müəyyən playlistlər yaranır. Əgər Spotify istifadə edən varsa aranızda, ən çox qulaq asdığınız mahnılar, sizin yəni gün ərzində ən çox qulaq asdığınız mahnılar daha tez-tez təkrarlanır, nəinki başqa mahnılar. Məsəl üçün atıram, mənim Spotify-ımda bilmirəm nə qədərsə mahnı var. Atıram 1000 dənə. Azərbaycandan ən çox mən Röya falan qulaq asıram. Röyanı çox sevirəm. Bəzən məsəl üçün gündə atıram 1 saat musiqiyə qulaq assam maşın sürə-sürə, orada bir dənə Röya həmişə olur. Süni intellekt verir ki, gündəlik dozu vermək lazımdır. Amma bir də nə bilim, nəsə axtaranda, hansısa mahnı axtaranda düşürəm, aşağı baxıram ki, mən bu mahnını playlistə əlavə eləmişəm, amma bir ildir mənim qarşıma çıxmır. Nə oldu elə mən hər gün 1 saat maşınla yol gedirəm, nə bilim 2 saat yol gedirəm, qulaq asıram, amma çıxmır bu mahnı. Süni intellekt baxır ki, qədər sən daha çox nə istəyirsən, nə edirsən, nə ararsan falan, elə. Spotify-da istifadə edir belə detallı. Sephora Anocum belə bir süni intellekt dəstəkli müəyyən yeniliklərini gördüm. Bu xanımlar üçündür. Ki, bu nədir? Tonalinidir falan da yəqin ki, nəsə də yanağa vurulan, istifadə olunan bir makyaj aləti.
Yəqin ki, bu xanımlar üçün seçim çətindir. Hansı ton, nə tər olacaq falan, üzümə düşəcək, düşməyəcək. Bu mənim üçün burada 3 dənə rəng var. Xanımlar üçün 13 dənə rəng var deyəsən. Orada xanımlar üçün seçimləri asanlaşdırmaq və pul verim, yoxlayım, birdən pis olar, əşi, zad almayım, bəlkə həmişəkindən alım. Hə, baxın belə müəyyən bunu araşdıra bilərsiniz bu arada xanımlar. Ə, Müəyyən həll yolları təklif ediblər ki, bəs dəri üstündə onlayn baxsınlar ki, bu insanların bütün datalarını formalaşdıraraq hər adama görə dəyişir. Ki, sənin tonun belədir, sənə uyğun rəng seçidi belə olar və s. və s. Eyni zamanda belə bir dənə də süni intellekt gördüm ki, bəs ki, şəklinizi çəkib həmin makiyaj alətlərini product try on. De baxın burada kimi. X bir şəkil var. Əgər sən bu makiyaj alətinin nə bilim bu rəngini alsan sənin yanağında necə durar, nə bilim gözünün altında nətər durar falan. Və yəqin ki, bu xanımların iş seçimlərini daha da asanlaşdırır. Əladırmı? Bəli. Bu e-commerce saytlarında da görmüşəm. IKEA çoxlu eləyir onu. E, Bu mebel sahəsində augmented reality deyilən bir funksionallıqla da ki, application'dır. Telefonu tutdunuz, məsələn, nə bilim, evin küncünə, orada IKEA-nın divanları çıxır. Seçirsən, tutursan belə, amma evimdən ötər görsənər bu divan, hə, ucu belə görsənər. Keçmişdə nətər idi? Gedirdin, nə bilim, mebel mağazasına, şeydə, sexdə falan baxırdın ki, hə, bu gedər yəqin ki. Alırdın, gördün getmir, ucu da çıxış olaraq dəyən almısan, qardaş. Hə, heç olmasa ondan sonra biraz internet çıxdı, internetə şəklinə baxırdım ki, bu mənim aboyumla uyuşarmı falan, nə bilim nə. İndi ki, ehtiyac yoxdur, yəni yüklədiniz augmented reality, hə, tutdunuz belə, orada bir dənə 3 model çıxdı, 3D model çıxdı ki, bu sənin evindir, bu sənin divanındır, nə bilim, bu sənin stulundur. O gün bir dənə şey yükləmişəm telefona, adı nədir, bilmirəm, baxın. Ə, Reklam çıxdı prosta Instagramda qabağıma. Bir dəqiqə. Okey. Home AI. İngiliscəsində ev AI deyə bir şey çıxdı. Mən də yüklədim, yəni Home AI. Dedim baxaram da. O dediyim kimi hələ baxmamışam düzdür. Nə bilim, gül güldan alsan harda nətər durar, kompüter masası nə olar falan. Möhtəşəmdirmi? Hə, mebel çeşidini kifayət qədər rahatlaşdırır. Yəni belə şeylərdə özü biraz ləzzət edir adama. Tövsiyə edirəm biraz onları araşdırın, mebel falan ləzzətlidir. Okey. Dominos harda istifadə eləyir? Dominosda məsəl üçün Dominos Dom deyilən bir chatbotu var. Həmin chatbotda süni intellektdən istifadə eləyir. Mən özüm də bir şirkətdə süni intellekti qoşmuşdum. Suallara cavab verirdi. Amma yəni bir var, hansısa pluginlə tutaq ki, atıram sayta ChatGPT-ni qoşmaq. Bir də var özün develop eləyərsən. Bu arada müəyyən süni intellektin belə bir şeyi var. Əgər chatbotda qoşmaq istəyirsinizsə, Azərbaycan və yaxud başqa şirkətlərdə, yaxşıdır ki, bir şirkətin datalarını verirsiniz. Onu belə maksimum yükləyirsiniz, doyuzdurursunuz informasiya ilə. Onun əlində bir data olur və həmin datalarla insanlara cavab verir. Öz başına cavab vermir də və yazsan ki, qardaş, bundan kənara çıxma, özündən ChatGPT kimi basıb bağlamada, yəni sizi bilə salarsan. Nə vermişsiniz, millətə onu cavab ver. Və orasını biraz burasını dəyişə-dəyişə, o hansı insanla nətər danışmaq lazımdır, bununla danışanda nəyi vurğulamaq lazımdır falan. Məsələn, indi xaricdə demək olar ki, ə, chatbotlar süni intellekt vasitəsilə ə, adi insanları əvəz eləyir, işçiləri. Məsələn, bizdə mən işlədiyim şirkətlərdə 20 bir şirkətdə 20 dənə call center var idi. Birinə nə bilim 15 dənə 10 dənə, 15 dənə call center var idi. Hansı ki, həm mesajlara cavab verirdi, həm zənglərə cavab verirdi. Yəni birində 30 dənə idi falan, belə böyük şeylər idi. Yəni hərəsinə şirkət tərəfdən baxanda hər işçiyə o qədər maaş vermək sahibkar istəmir. Okay. Həm də orada işçi faktorlar da var. Yəni realda danışaq ki, hamının xasiyyəti eyni olmur.
Orada komanda ilə uyğunlaşma, o komandanın ruhunu yaxşı yerdə saxlamaq, yorğunçuluq olur. Hər dəfə insanlara sual cavab, sual cavab, sual cavab. Kapital Bankın call centeri dayanmır. Bağlayırsan, bir saniyə sonra o birisi müştəri. Bağlayırsan, bir saniyə sonra o birisi müştəri. Qışqırır, söyür falan, banka zəng, pulumu yemisiniz falan. Hə, indi süni intellekt gəlib nədir? Zəng edir, deyir, tutaq ki, atıram. Kodun bloka düşüb birə bas açım. Nə bilim, kartının 4 rəqəmini denən, deyirsən, nə bilim, orada nəyisə birləşir. Müəyyən steplər azalıb. Xaricdə bu dəqiqə o da yoxdur. Zəng edirsən, sənə robot danışır. Okey. Mən müəyyən xarici saytlara girəm. Nəsə problemim var, chatbotla həll edirəm də, yəni oradan real insana keçə bilmirəm. Ya o bot danışır, 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 deyir, ha, mən operatora bağlanmaq istəyirəm, qardaş, nə olar? Bağla məni. Ya, bizdə vardı heç olmasa deyir sıfıra bas operatora bağlan. İndi bunun yazılı versiyasını fikirləşin də. Yəni chatbotda mən zorla real adamlara bağlanıram şeydə xaricdə. Elə bot ha fırlayırsan ki, mənə reala bağlı, yox deyirəm mən sənə kömək edəcəm. Sən nə lazımdır? Bunu mu həll eləmək istəyirsən falan. Ya Allah bilir arxada bizə də işçi qalıb ki, bot da maksimum söhbəti uzatmağa çalışır ki, o işçi də mesajlara cavab verməsin. O tərəf məncə ki, bitib də, call center tərəfi mesajlara cavabsa, yəni, müəyyən sektorlarda təbii ki. Okey, bundan danışdıq. Bura gələcəm. Ə, Trendyol nümunəsində də danışdıq. Baxın, məsələn, bir neçə yerdə görmüşəm. Adətən girəndə burada qadın, Azərbaycandan girəndə bu qadın kateqoriyası 1-də gəlir, kişi kateqoriyası 2-də, sonra ana, uşaq, ev, yaşayış. Burada yığılan hər şey, burada olan banerlər və yaxud burada formalaşan banerlər türklər demiş şeydir, kişiyə özəldir. Biz hansı şeylərdə isə ona uyğun bunlar formalaşır. Okay. Hə, Fidan xanım, valla mən də bayaq dediyim kimi də real insana keçmək istəyirəm. Nə olar keçirtmir. Amma məsəl üçün Hostingerdən mən istifadə edirəm veb saytların hostlarını almaq üçün. Orada Kodi deyilən chatbotdur. Çox qəşəng cavab verir. Yəni mən heç vaxt real insana keçməyə ehtiyac duymamışam Kodi ilə danışanda və orada biraz bu kodlaşdırma, texniki şeylər, biraz problemlərim olub hostinglə bağlı. Çox da yaxşı cavab veribdi. Amma bu o demək deyil ki, həmişə yaxşı cavab verəcək və ya hamının кейsi mənim kimidir. İndi o da bir saytdır. Başqa saytlarda o real adama girənə qədər chatbot vərəmlədir də adamı. Nə bilim, nə qədər çox datası olsa, o qədər daha yaxşı cavab verəcək deyə ümid edirəm ki, qarşıdakı illərdə daha yaxşı olacaq. Okey, bu vizualda hamıya bəllidir. Tamam. Meta'dan da bir xırda xuruş danışaq. Bu meta vizualdır yoldaşlar. Facebook'un süni intellektə tətbiq etdiyi şeylərdən danışacağım buradan. Hamısından yox da belə yüngülvari nələr tətbiq eləyir. Məsələn, Advantage Plus bu Meta'nın Facebook'un deyək də, okay, Facebook'un reklam hədəfləmələrində istifadə etdiyi süni intellekt həll yoludur. Süni intellekt funksiyonallığıdır. Və Advantage Plus deyir də adətən bu. Advantage Plus auditoriya, Advantage Plus reklam yerləri, yerləşdirmələr. Məsələn, placement deyəndə biz nəzərdə tuturuq Instagram, WhatsApp, Threads, bir də xəbər saytları falan, bir də Facebook. Yəni buralarda reklam çıxır. Əgər biz Advantage Plus həm audience, həm placement seçsək, reklam verəndə Facebookda. Bu nə anlamına gəlir ki, deyirsən ki, süni intellekt get mənim reklamımı özün kimi uyğun görsənsə ona göstər. Amma mənə lazımdır ki, nə bilim mən satım. Okay. Və süni intellekt arxa fonda özü işləyir, özü hədəfləyir və sizə maksimum yaxşı nəticələr gətirməyə çalışırsınız. Heç nə eləmirsiniz. Aynən target seçim, futbolla maraqlananları, pizza yeyənləri, nə bilim, səyahət sevənləri hədəfləsə demirsən. Prosta deyirsən ki, axtar. Hə, deyə bilərsən suggestion kimi, o da optionaldır. Yəni istəyirsən yön ver, süni intellekt, istəyirsən vermə. Özün bax. Hə, və süni intellekt arxa fonda sizin üçün işləyir. Uğurludurmu, uğursuzdur bu bugünün mövzusu deyil. Daha sonra müzakirə edə bilərik sizlə. Öz təcrübələrimi bölüşə bilərəm.
Placement-də isə nə var? Placement-də AI özü qərar verir ki, sənin reklamın harda getməlidir. Instagram Reels-də, nə bilim, Story-də, Kəşfetdə, yoxsa ancaq WhatsApp Story-də. Bu arada WhatsApp üçün reklam son 1-2 həftədir Azərbaycanda da aktiv olub. Hmm, Ads Manager-dan WhatsApp Story-lər bölməsinə reklam verə bilərsiniz. Bu ağlınızın bir yerində qalsın. Bəlkə də bilirsiniz. Prosta yəni dedim. Və yaxud ha, okey, placement hardesin Facebookda, orada, burada. Buna süni intellekt özü qərar verir. Necə qərar verir? Sizin səhifəni tanıyır, bir neçə adama sizin reklamları göstərir və onların verdiyi reaksiyalar nəticəsində baxır ki, bu adam bura girdi, girmədi, sevdi, like etdi, komment yazdı falan. Və oradan bir qərara gəlir ki, biz bu reklamı bu tipli adamlara göstərək və yaxud bu tipdə olan adamlara story-də, bu tipdə olan adamlara feed-də. Bu tipdə olan adamları da nə bilim canlı kiminsə canlısında şir atanda reklam çıxardım falan. Buna süni intellekt özü baxır. Sonra vizuallarda da müəyyən enhancementlər verir, kreativ enhancementlər. Yəni biraz icazə verirsən ki, mənim şeyimdə oyna biraz. Vizualımın üstündə oyna. Nedir məsələn? Vizual touch-up. Biraz belə şəkildə keyfiyyəti düzəldir. Mahnı qoyur. Bəlkə görmüsünüz story-də falan belə baxanda ya reelslərdə. Baxsın şəkildir, arxada belə o belə stok musiqisinə oxşar mahnılar. Dın 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 dın. Ya bu adam qoymayıb da, AI qoyubdu. Hə buna quş qoyanda müəyyən orada mahnılar qabağına çıxardanına çıxaracaq. Kimin qabağına çıxacaqsa həmin insanın nə bilim bəyəndiyi muda uyğun axşamlar Spotify-da nələrə qulaq asır, tutaq nə bilim Eyüp Yaqubova qulaq asır. Hə Eyüpün ritminə oxşar bu adam da bu mahnını qoyur, o birisi adam da bu birisi mahnını qoyur falan. Tekstlərdə bəzi improvementlar eləyir. Məsələn, mən də burada bunu yazmışam, bunu bura qaldırır, bunu aşağı düşürür, okay, salır. Burada nə bilim bunu silir, bu birisini saxlayır. Bununla buradakının yerini dəyişir falan. Bu quş qoyanda AI nələrsə eləyir sizin üçün Facebook reklamlarında. Sonra nə edir? Məsəl üçün 3D. Bunu hərəkətə gətirə bilər. Xanım tutaq ki, belə durubdu. Orada bir quş var. Xanım biraz belə-belə eləyir məsələn. Yüngülvari hərəkət edir də, daha belə gözünüzə də açıb verəm. Yüngülvari biraz belə-belə yellənir. Ya biraz nə bilim xanımın arxa fonunun rakursu dəyişir falan. Yəni belə müəyyən süni intellekt vasitəsilə funksiyalallıqlar təqdim edir Facebook bizə. Tövsiyə edirəm ki, istifadə eləyin. Lazımdır. Yoxlayın. Görün nə var, nə yoxdur. Hadi bu danışdıqlarımdır. Bayaq göstərdiyim. Baxın, şəkli biraz deyir. Nedir? Biraz daha böyüdür, biraz kəsir, musiqi əlavə edir. Şəkillərə biraz animasiya, tekst falan. Baxın, bunu bura keçirdir, bunu bura keçirdir. Bunların yerini dəyişir. Sonra karusel postlara Instagramda. Onu reklama qoymusunuzsa, daş karusel posta 10 dənədirsə, 7-ci şəkil çox daha maraqlı şəkildir. Bilirsən, reklamda 7-ci şəkil gətirir, birinci yerə qoyur. Ki, bu insanlara daha maraqlıdır. Qoy bu şəkil birinci çıxsın. Daha yaxşı nəticələr verirmi? Verər. Sorry. Daha yaxşı nəticələr verirmi? Verir. Çünki o şəkli gətirdin, bura çıxartdın. Çünki o ən çox nəticə verən şəkildir və qoy qabaqda olsun. İnsanların diqqətini daha çox cəlb etsin. Yəni, bu işimizə yarayır. Eynisini Google da eləyir. Baxın məsələn, burada 20 dənə şəkil verilib Google-a və deyirsən ki, okay, bu mənim 20 şəklimdir və bundan da əlavə olaraq mənə şəkillər generate edib müəyyən şeylər hazırlaya bilərsən. Google-da da çıxan belə bu tipli reklamların çoxu süni intellekt vasitəsilə yaradıla bilər. Çox rahatçılıqla. Ki, sən onlara mətni ver, promptu düz yaz, istəklərini ver və süni intellekt sənin üçün həm düzəldəcək, həm smart bidding var, smart reklamlar var Google-da, hansı ki 3-4 dənə mətn yazsan, bir dənə şəkil zad qoyursan, buraxırsan gedir. Yəni o süni intellekt hər şey edir sənin üçün. Bilirsən mətni dəyişir, bilirsən reklamı burada göstərmir, tamam fərqli yerlərdə göstərir. Google xəritədə, Google Map-ə girirsən, Google Map şeyini göstərir. Google Map-də reklam çıxır. Okay. Hə, restoranların reklamları orada çıxır. Search-də çıxmır, nə bilim, YouTube-un içində çıxır falan. Süni intellekt özü eləyir. Çünki məsəl üçün mən keçən həftə girib Google-a restoranlar yazmışamsa,
Google yazmışamsa, Google bilir də mən kiməm, mənim datam kimdir, hardan gəlir, nə istəyirəm falan, nə bilim, kabab yemək istəyirəm, bastırma qəşəng. Sabahsı gün nə bilim mənim qabağıma başqa yerdə bir lülə kebab reklamı çıxardır falan, nə bilim. Google xəritələr çıxardır, mən oradan nə bilim restoran axtaranda falan. Məncə bütün şirkət, bir çox şirkətlər mütləq deyir ki, tutaq ki, 10 dənə reklam qoyursa, onun bir 2-3 dənəsini süni intellektdən qoysun. Çünki bəzən süni intellekt elə nəticələr gətirir ki, mən məsələn gözümlə görmüşəm. Mən bir şirkətdə bir ildə ala bilməyəcəyim, almağı ümumiyyətlə mümkünsüz olduğunu düşündüyümü süni intellekt 4 aya aldı. Mümkünsüz idi də mənim üçün. Atıram yəni. Okey. Bir satış atıram. Bir satış mən gətirdim 1 manata, süni intellekt gətirdi 12 qəpiyə. Və mən düşünürüm ki, okey, maksimum mən bacara biləcəyim 80 qəpiyə olar. Süni intellekt bunu 12 qəpiyə gətirməyə başladı falan. Qeyri-adi şeylər olur da yəni belə. Ona görə mütləq yoxlamaq lazımdır. Tövsiyə edirəm. Hə, bunu mən düzəltmişdim bir dostumla birgə. Bu nədir? Bunu da süni intellekt vasitəsilə düzəltmişdim. Bir Telegramda bot düzəltmişdim. Harca bir neçə ay bundan əvvəl. İndi Azərbaycan üçün bağladım, xaric üçün istifadə edirəm. Bota girirdin məsələn. Bir dənə kateqoriya seçirdim burada. Bu Telegramdır bu arada. Yəni Telegramda girirdim mən botuma. Bota salam yazırdım. Belə şeylər çıxırdı. Deyirdi ki, bir kateqoriya seç. Dedim, nə bilim, boyun bağı, parfüm, üzük, kosmetika falan. Deyirdi ki, üzük. Çıxırdı. Üzük üçün stil 1, stil 2, stil 3, stil 4. Seç birini. Mən deyirdim ki, məsəl üçün, stil 3-də mən şəkil düzəltmək istəyirəm. Sonra bot mənə deyirdi ki, okey, mənə göndər şəkli. Mən də bota bir dənə belə şəkil göndərirdim. Okey, bax, seçdim stil 3-ü, style ring 3-ü də, məsələn, yazdım. Bunu göndərdim şəkildə ki, qardaş, bax, mənim üzüyüm budur. Okey, mağazamda satıram. Bunu 3-cü stildə düzəlt. Telegram botda mənə bunu verirdi. Bunu da süni intellektlə bağlamışdım ya GPT-yə, ya nə bilim başqa yerə. Belə baxanda yoldaşlar, sadə görsənir. Okay, girdin Telegrama, üzüyü seçdin, sonra dedi ki, bot sənə dedi ki, okay, üzüyün şəklini at, mənə stili seç. Sən də üzüyün şəklini atdın, stil seçdin, sonra Telegram sənə şey verdi. Nə gözəl. Amma yəni bunun arxasında bu durur. N8 ilə mən bunu düzəltmişdim. Okay. Hər şey buradan başlayır. Telegrama gir, bunu çıxart, nə bilim Google Sheet-dən. Əgər bunu deyərsə, ona bunu ver. Əgər bunu yazarsa, bu olsun, sonra bu olsun. Bunu seçsə, tık 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 tık. Nə bilim bu çıxsın, o çıxsın, belə yazsa o olsun. Nə bilim buna bunu belə çıxart, oradan belə çıxart. Əgər orada hərfi səhv yazarsa belə elə falan. Yəni burada nə olurdu? Axırda cavab gəlirdi ki, hə, üzüyün hazırdır, üzüyün hazırdır. Yəni, bu mənim bir xeyli vaxtım aldı. N8-in süni intellektlər vasitəsilə müəyyən şeyləri çox yaxşı avtomatlaşdırmaq platformasıdır. Burada çox şey avtomatlaşdıra bilərsiniz. Avtomatik e-maillər göndərmək, nə bilim, mənim düzəltdiyim Telegrama GPT-ni bağlamışdım, şəkil düzəldirdi məsələn. Müəyyən aylıq analizlər falan və çox şeyi avtomatlaşdıra bilərsiniz N8-dən. Instagramda, Facebookda post paylaşmağı bir avtomatlaşdıra bilərsiniz. Ki burada bunu kimi uzun bir struktur yazırsınız ki, şeydir. Ay bu deyildi, bu 2 dənə bot düzəltmişəm, bu başqa botdur. Nəysə, eyni strukturda olsa. Deyirsən ki, bəs şeydir. Gir, nə bilim, XXX saytları analiz elə, rəqəmsal marketingdən danışırıq. Çıxan yenilikləri tulla, tutaq ki, Canva-ya atıram da, məsələn. Canva-da 5, minimum 3-5 şəkilli bir post düzəlt və ona uyğun həmin xəbərlərdən bir açıqlama yaz və hər həftənin, nə bilim, 4-5-6-cı günü saat 7-də mənim Facebookda bunu paylaş.
Okay, sən insan çayını süzürsən, içirsən, həyatına davam edirsən. Arxa fonda da N8 təbii ki, müəyyən qədər pulludur, amma çox baha bir şey deyil. Yəni 5, 10, 15, 20 dollardan çox yaxşı şeylər eləmək olur. Tokenlərə pul verirsiniz bir dənə o istifadə, hər yaranan şəklə, hər yaranan, hər gedən sorğuya. Heç nə, siz çayınızı içirsiniz, arxa fonda da alqoritm sizin üçün post paylaşır Instagramda, LinkedIn-də, Facebookda xəbərlər oxuyur falan. Güya ki, siz hər cümləyə girib araşdırıb yazırsınız. Ə, Belə maraqlı şeylər hazırlamaq olur N8-dən, yəni süni intellektlə falan. Ə, Və bunları daha yaxşı nəticələr əldə etmək üçün də bu başda dediyim kimi strukturlu promptlar yazmaq lazımdır. Məsələn, burada deyirsən ki, sən mənim, nə bilim, taç asistanımsan, və yaxud mənim partnyorumsan, sən bu işlə məşğul olursan, ə, mənim üçün bu indi search engine optimization-dan danışırıq, atıram bunu həyatımıza şey eləyək. Ta ki, maşın almaq istəyirsən, deyirsən, sən bir maşın ustasısan, mən elə bir maşın istəyirəm ki, mənim üçün ta ki, komfortlu olsun, aya, nə bilim, bu qədər benzin xərcləsin, daha çox ehtiyat hissələrinin uyğun qiymətə və daha tapılmasına nail edilər ki, mən bunu 3 il sürüm, sonra dəyişim, nə bilim, belə bir maşın alım. Səncə mən nə edə bilərəm? Tuk sənə çıxardı ki, sənə tam uyğun olan budur, çünki sən bunu istəmişdin falan. Bu da onun kimi bir şeydir, deyir, mənə bir 100 dənə açar söz ver, daha çox uzun açar sözlərə və okey, həm uzun, həm qısa açar sözlərə böl. Bunu bir sırala mənim üçün. Növbət səhifəni seçmişəm. Hə, mənim üçün bunu sırala. Həm uzun açar sözlər, həm qısa açar sözlər və 100 dənə ver. Mənim məqsədim, nə bilim, nədir? Sonra GPT sizə və yaxud başqası, yəni belə strukturlu şey verir. Okey, ala sənə 100 açar söz, yeni başlayanlar üçün mikroekonomikalar, ekonomika haqqında nə bilim, nə kateqoriyalaşdırdım falan zırt pırt. Qısa, uzun, açar sözlər, axtarış niyyətinə görə olan açar sözlər və bu açar sözlərin kateqoriyaları. Hə, normalda sən yazsan ki, mənə yaxşı keyword ver, okey də nəsə verəcək. Amma bu vizualı əldə etmək üçün bunu yazmaq lazımdır. Okey. Daha yaxşı şey istəyirsinizsə, daha çox əziyyət çəkin. Okay. Nə olsun ki, süni intellekti. Okey də, yəni 15 sətr yazmayasınız, 8 sətr yazacaqsınız, yenə də sizə bu tipli yaxşı nəticələri verəcək. Bu heç nə, buna şey deyərik sonra. Hə, mənim sizə bayaq bu göstərdiyim bot var, yoldaşlar. Bu bot. Bu da bir düzəltdiyimiz başqa bot idi. Bu nə işə baxırdı? Prosta öz təcrübələrimi artırmaq üçün düzəldirdim. Üstünə test edirdim. Bu Facebook reklamlarını rəqiblərin və yaxud rəqib deməyək də X sözün ölkə üzrə X sözdə gedən bütün reklamların sənə analizini verirdi. Məsələn, açıram, burada nə yazmışam? Kitab yazmışam. Kim kitab reklam edirsə və yaxud reklamlarında Facebook, Instagram reklamlarından söhbət gedir. Kim kitab reklam edirsə və yaxud reklamlarında kitab yazısından, sözündən, nə bilim, videosundan istifadə edirsə, mənə onları göstər. Bu bot sənə bunu verirdi. Tutaq ki, okey, sahibkarsız, bu reklamlara baxmaqdan başınız çıxmır. Mən deyirəm ki, qardaş, mən də Telegram bot düzəltmişəm. Prosta Telegrama gir, denən ki, atıram, açar söz, rəqəmsal marketinq. Ki, və yaxud nə satırsan, tutaq ki, sədərəkdəsən, üzükdən çıx da, okey, Moskva univermağındasan, şey satırsan, qızıl satırsan və yaxud çumdasan da. Girib şey yazırsan, qızıl üzüklər, yəni brilyant üzüklər, tək qaş üzüklər falan yazırsan və prosta Telegram sənə cavab verir ki, qardaş, o birisi nümunəni qoymamışam, sorry, tapa bilmədim. Çıxarır ki, şeydir, bax, bir dəqiqə gözlə, mən araşdırdım, burada yarısı düşüb də, o birisi vizual bunardaydı. Mən araşdırdım, bu linkə basında şey çıxır, tək qaş və yaxud nə bilim brilyant üzük
Azərbaycanda reklam edən reklam vizualları ki, filan kəs bunu reklam eləyir, bəhmən kəs bunu reklam eləyir, Əli, Vəli, Pirvəli bunu reklam eləyir. Məsələn də yəni o ad library-yə girmədən baxırsan ki, okey, bu bunu reklam eləyir, bu bunu reklam eləyir, bu dəqiqə cəmaət bunu reklam eləyir. Və burada bir dənə GPT kimi süni intellekt qoşulmuşdu. Analiz edirdi ki, reklamın üslubu sadədir, məlumatlandırıcıdır, nə bilim, elmi bir kitabın. O deyir ki, okey, tanıtım reklamıdır. Burada təkkaş üzüyü reklam edirlər. Ancaq sən hətta bir dənə də tövsiyə verirdi. Həmən bunların şeyini analiz elədim, başlıqlarını. Qardaş, sən tələsmə, burada bunu yazsan daha yaxşı olar. Nə bilim, insanlar indi zümrüd ə, daha çox sevir. Nə bilim, bu ilin trendidir. Sən bəlkə zümrüdü yoxlayırsan və yaxud eyni bu tipli reklam vermək istəyirsənsə, başlıqlarda bu mətnləri yazsan yaxşı olar. Belə bir bot düzəltmişdim. Hə, o botunçu budur. Bu da ad library yazılıb deyə. Bayaqçı o Telegram üzüyü ilə çaşdırdım. Üzüyünki də elə ən az bu qədərdir. Girirdi bura, hə, açar söz kitab yazanda, bax burada, arxa fonda bu qədər şey gedirdi. Sorğu gedirdi Facebooka, orada filtrlənirdi. Əgər heç bir nəticə tapanmasa buna bunu göstər. Əgər tapsa bunu dəyiş, bunun altında bunu yaz, 5 dənə təklif ver falan. Yəni bir xeyli əziyyət çəkdik bunun üçün, amma yaxşı da təcrübə qazandıq və nələrin mümkün olub, nələrin mümkün olmadığını fərqinə vardı. Yəni bizim rəqəmsal sferada məncə çox geniş istifadə olunur. Hələ də oluna da gedəcək. Mənim sorry. Buradan şeyə keçdi. Elə birbaşa sayta keçdim. Okey. Nəysə. Mənim sizə buradan tövsiyəm nədir? Ki, ayaqlaşmaq lazımdır. Ayaqlaşın. Okey. Daha çətin olacaqmı, bilmirəm. Hər şey ola bilər süni intellektlə bağlı, amma nə qədər ki biz buna ayaq uydursaq, o qədər qabağa gedəcəyik. Ən azından indiki tələb bizdən bunlardır. Və həqiqətən də işimizi asanlaşdırırmı? Hə, mən okeyəm, yəni mən razıyam süni intellektdən, çox daha işimizi asanlaşdırır. Ən azından elə bir əvvəl 1-dən başlayırdıq düşünməyə. İndi 5-dən başlayırıq, müəyyən stepləri verir. Bir dənə mənim çətinlik çəkdiyim Azərbaycanda Azərbaycan dilinin biraz müəyyən şeylərdə dəstəklənməməyidir. Ən əsas da şeydə, reklam səsləndirmələrində. Məsəl üçün, videonu mən səssiz çəkim, yəni belə nəsə çəkim. Qoy AI danışsın. Mənim danışdığım kimi. Kişi səsi, qadın səsi, nə bilim, emosional danışsın, ağlasın falan. Amma bu süni intellekt olsun da. Bunu istəyirəm. Bu Azərbaycan dilində təəssüf ki, hələ ki tam dəstəklənmir. Görməmişəm. Elə bir robot danışır da, elə bil ki. Amma altyazı videolarda falan, kontentlərdə altyazılar, o captionlar deyək də, altyazılar, hə. Subtitrlar. Onu həll edən proqram tapmışam. Harda sözü bir ildən çoxdur ondan istifadə edirəm. Captions, Captions AI deyilən bir dənə proqram var. Həm Android üçündür, həm iOS üçündür. Captions AI. Yazıram bura. Bu mənim işimi çox asanlaşdırdı. Yəni həqiqətən. Mən məsəl üçün öz videolarımı altyazılarını hamısını bununla edirəm. Videonu çəkirəm, tuluyuram bura. Azərbaycan dilini çox yaxşı tanıyır, çox yaxşı dəstəkləyir. Maksimum yəni bir 5 dənə hərfi düzəldərəm ya düzəltmərəm. Əladır. Bu əvvəl mən altyazıları özüm yazırdım bir-bir. Hələ bu Azərbaycan dilini dəstəkləyən süni intellekt çıxmamışdı. Təsəvvür edin, indi sizlə nətər danışıram. Əvvəl mən altyazıları özüm yazırdım. Gəlirdim. Əvvəl mən altyazıları dayandırırdım, açırdım teksti. Əvvəl mən altyazılar. Bunu belə yerləşdirirdim. Okay. Keçirdim 2-ci saniyəyə. Altyazıları özüm yazırdım. Hə, özüm yazırdım. Bunu yerləşdirdim belə ölçüsü falan.
Yəni okey 10 dəqiqə video çəkirdim. 1 saat onun mən açıqlamasını, alt captionlarını yazırdım. Bu proqram məsəl üçün çox möhtəşəmdir. Ayda $10 pul ödəyirəm, buna halal olsun. Belə maraqlı Azərbaycanı dəstəkləyən süni intellektlər çıxdıqca insanlar sevinir. Həqiqətən mən sevinirəm. İşimiz yaxşılaşır. Belə, mənim danışacaqlarım bu qədər. Ə, Hələ ki burdayıq. Görüşümüz davam eləyir. Suallarınız varsa çata yazın və yaxud səsinizi eşitməkdə xoş olardı. Açıb mikrofonu belə də sual verə bilərsiniz. Kameranı da aça bilərsiniz. Bir 5 dəqiqə buradayım. Suallarınızı cavablayaq, müzakirə edək. Sonra nəsə bir sualınız olarsa, nə isə müzakirə etmək istəyərsinizsə, buranı skan edə bilərsiniz. Mənə Instagramdan yaza bilərsiniz. Müzakirə edə bilərik. Okey. Ə, Fatimə xanım, deyirsiniz ki, mahnı yazmaq. O bir dəfə trendə düşmüşdü ha. Adamlar mahnı yazırdılar. Ə, Onu mən araşdırmamışdım. Sözün açığı. Harda yazırdılar. Bu sualınıza dəqiq cavab verə bilmərəm. Amma şeydir, nədir onun adı? Çoxdur yəni, prosto Google-da soruşsaz çıxacaq. 1000 dənə bu dəqiqə mahnı yazmaq üçün olan yəqin ki, Apple keşfət üçün çox da çətin bir şey deyil. O ilk trend olanda harda yazırdılar bilmirəm. O pulsuz bizim dost tanışlarımız cici mahnılar yazırdı. Bilmirəm, amma məncə çətin bir şey deyil. Bir dənə Azərbaycan dilini yaxşı dəstəkləmir. Yəni dediyim kimi Azərbaycanı dəstəkləyən çox əsas da səs, danışıqda, o tembrda, səs tonunda, nə bilim emosionallıqda falan yoxdur. Orada biraz kasatdır. Okey, bir dəqiqə kommentləri oxuyum. Təşəkkür edirəm bu kommenti yazan şəxsə. Minnətdaram. Xoş sözlərinizi eşitmək həqiqətən də çox gözəldir. Bir əziyyətin bəhrəsi kimi qiymətləndirirəm bunu. Hər zaman bir əziyyətin bəhrəsi olur. Ə, Kənar şəxslərdən bunu eşitmək çox dəyərlidir mənim üçün. Minnətdaram. Tövsiyəm odur ki, en Məmmədi Abdullah. Abdullah bəy, minnətdaram sizə. Çox sağ olun. Abdullah bəy, N8N-dən kənarda bir dənə make.com var. Eyni NIT-nin funksionallığını daşıyır. İkisi də eyni şeylər görürlər. Onu da yoxlayın, bunu da yoxlayın. Daha çox tanınan NIT-dir, amma bir kruk şeyə də baxın yəni. Bir make.com-a baxın. Maraqlı şeylər qazanacaqsınız oradan. Təşəkkürlər. Canva kimi Instagram post, poster, slide dedim AI proqram. Okey. Bayaq dediyim ha, Gamma var idi. Ha, o Gamma şey eləyir. Yəni, bütün prezentasiyaları düzəldir. Bütün dediyim də çoxlu prezentasiyaları düzəltmək olur ondan. Yaxşı, özü yaxşı da düzəldir. Hardasa bir 3-5 dəqiqə falan nə qədər qəşəng prompt yazsaz, o qədər qəşəng sizə nəticələr verəcək. Canva kimi AI əgər Azərbaycan üçün deyirsinizsə, ə, yaxşı şəkil düzəldən bu dəqiqə Nano Bananadır və Gemini-dadır. Gemini-dan yəni $4 keçin, Gemini alın. Eyni zamanda sizə dediyim kimi 2 terabayt verəcək falan, nə bilim nə, hər nəysə yaxşı şeylər verəcək də sizə istifadə üçün. O Gemini-də düzəldin şəkilləri, məsəl üçün karusel yoxdur, yəni bir-bir şəkillər düzəldib Instagramda karusel düzəldə bilərsiniz falan. Gemini yaxşı düzəldir, Nano Banana. Onu oradan da tullayıb Canva-ya müəyyən editlər eləyə bilərsiniz. Məncə Gemini ilə Nano Banana ilə davam eləyin. Slide üstündə Gamma AI-dan istifadə edin. İndi biz bunu danışa-danışa arxada bir dənə də bəlkə təzə AI buraxırlar. Sabah görəcəyik ki, nə bilim, trend olubdur, daha yaxşı şəkillər düzəldir.
Ona görə nə daha yaxşıdır sualına dünən nə daha yaxşı idi deyə bilərəm. Sabah nə daha yaxşı olacaq onu deyə bilmərəm. Və ya bir saat sonra hər şey çox dinamikdir. Okey, başqa suallarınız varsa və yaxud hər hansı bir sözünüz varsa yönləndirə bilərsiniz. Saat neçədir? 1-2 dəqiqə sonra əgər yoxdursa sağollaşa bilərik. Okey. Bu müddətdə sizə bir şey də deyəcəydim. Yəni ona da baxım. Görüm əlimdə bir şey varmı göstərməyə bunu. Okey, tapamadım. Nəysə, onu sonra paylaşaram. Belə, qoşulduğunuz üçün minnətdaram. Qulaq asdığınız üçün daha çox minnətdaram. Sual verib xoş sözlərinizi bildirdiyiniz üçün də sizə təşəkkür edirəm. Dediyim kimi, məndən ünsiyyətdə olmaq istəyirsinizsə, sosial şəbəkələrim, LinkedInim, nə bilim, saytım falan hamısı burada var. Ə, istədiyiniz an mənə müraciət edə bilərsiniz. Müəyyən mövzularda. Sağ olun, minnətdaram. Təşəkkürlər. Lala xanım, nəsə bir sözünüz varsa, buyurun, dinləyirəm sizi. Təşəkkürlər, xoş sözləriniz üçün. Xeyr, heç bir sözüm yoxdur. Təşəkkür edirəm. Vaxt ayırdığınız üçün minnətdaram. Buyurun, özünüzə yaxşı baxın. Siz də sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun.